Hörmətli xanımlar və cənablar, mən sizi Vəli Axundovun xatirəsinə hörmət edib, bu yubiley mərasiminə toplaşanları səmimi qəlbdən salamlayıram və sizlə bir daha görüşdüyümdən məmnun olduğumu bildirirəm. Vəli Axundov görkəmli alimdir. Səhiyyə işinin Respublikada böyük təşkilatçılarından biri olubdur. Amma onun halk qarşısında xidmətlərini eğer ölçüye götürsək, onun Respublika rəhbərlik ettiği zaman gördüğü işler ve xalqa ettiği xidmət onun elmi fəaliyyətindən səhiyyə sahəsində ettiği xidmətlərdən qat-qat üstündür. On 13 yaşı var idi. Qonşuluqda yaşayırdılar. Şamaxinka adlanan məhəllədə. Sonralar isə birgə Azərbaycan Dövlət Sənaye Texnikumuna daxil oldular. Atam qonşu qızı texnikumu görəndə təbii ki çox sevindi. Qanım Bakı, ana vətən, yaranmısan xalqımızın qüdrətindən. Qara qanın qaranlığa işıq saçar, av günlərə gələcəyə yollar açar. Qara qanın qaranlığa işıq saçar, av günlərə gələcəyə yollar açar. Sen hayatım, kolum kanadım, şöhretim adım Azerbaycan. Sen hayatım, kolum kanadım, şöhretim adım Azerbaycan. Sen gözümün ışığısan mavi Xəzər, güneşle bir uyanırsan sen. Güzel Bakı, göz bebeğim, paytaxtım sen. Öz zəfərim, öz şəhərim, öz bəxtim sen. Güzel Bakı, göz bebeğim, paytaxtım sen. Öz zəfərim, öz Sonuncu kursda 1941-ci ildə iyunun 22-sində müharibə elan olandan sonra atam başa düşdü ki, bəlkə də bunun son şansıdır. Və anama ürəyini açdı. Ən vacib sualına gözləyəcəksənmi? Gözləyəcəm cavab verdi. Atamın kursu bütövlüklə cəbhəyə göndərildi. Və onları qabaqda 4 il dəhşətli sınaqlar gözləyir. 22 июня 4 часа утра без объявления войны. Atamın sənədləri arasında müharibədən 40 il sonra Moskvada çıxan Tip qəzetinin 1985-ci ilin nömrəsi var. Məqalə Həkim Axundovun apardığı unikal əməliyyat haqqındadır. 19 yaşlı yaralı əskərin baldırında partlamadan mina ilişib qalmışdır. Təlimata uyğun olaraq ayaq mina qarışıq tam amputasiya olunmalı idi. Atamın əskərin ayağını xilas etmək təklifinə həmkarları tərəfindən səs verən tapılmadı. Könüllü kömək eləyən bir tibb bacısı oldu. 2 saat davam edən əməliyyat uğurla nəticələndi. Atamın
Döyüş yolu Rusiyadan, Belarusiyadan, Polşadan, Çexoslovakiyadan, Almaniyadan keçmişdi. Müharibə ona dinc həyatın hər gününü qiymətləndirməyi və bu həyatın dirçəlməsi, inkişafı nəminə 3 qat enerji ilə çalışmağı öyrətdi. Müharibədən sonra atam Bakıya gəldi. Dərhal anamgilə yollandı. Amma Sarı Bakıda yox idi. Təyinatla Göyçəyə göndərilmişdi. Atam durmadan Göyçəyə getdi. Göyçəyədə də Sarı yox idi. Xəstəxanada dedilər ki, ucqar kəndlərin birindədir. Atam dözməyə halı yox idi. Düşdü yola və 1-2 saatdan sonra yolda atın belində, mən deyərdim ki, çox cavan vaxtında təyin olunmuşdu. Cəmsi 38 yaşı var idi atamın səhiyyə naziri olanda və əslində bu öz peşəsi idi. Bilirsiniz ki, atam həkim idi, tibb institutunu bitirmişdi və tibb sahəsində təşkilatçılıqla elə davadan qayıdandan sonra məşğul olmuşdu. Bu vaxtlar bir sıra yeni müasir klinikalar tikildi. Gənc kadrlar Moskvaya, Peterburqa göndərildi və mən deyərdim ki, bu vəzifədə işləyərkən atam çox dolğun bir vaxt keçirmişdi. Atam Respublikaya 1959-dan 69-a qədər rəhbərlik etdi. Tam 10 il. Заседание съезда объявляю открытым. Слово предоставляется товарищу Ахундову, первому секретарю ЦК Компартии Азербайджана. Доклады Никита Сергеевич. Mən deyərdim ki, ən əsas problem, yəni pərdə arxasında, kulis arxasında qalan problem bizim mənfur qonşularla münasibətlərimiz idi. 60-cı illərdə həmişəki kimi onlar bir sıra təhribatlar törəmişdilər. Onun mən deyərdim ən ciddisi də 1960-cı illərdə baş vermişdi. Və bu haqda da mərhum Ulu öndərimiz Heydər Əliyev çox maraqlı xatirələrini söyləmişdi. Oradan da o illərdə Ermənistanın millətçi dairələri və Moskvada oturan o millətçilər həmişə Azərbaycanın nailiyyətlərinə mane olmağa və xüsusən ermənilərin Azərbaycana təsirini həmişə saxlamağa çalışmışdı. O vaxtları doğrudan da Qarabağ məsələləri qalxmışdı. Xatirimdədir. Bir dəfə hətta yenə də məcbur etmək istəyirdilər ki, güya Qarabağ məsələsinə baxılsın. Bir neçə dəfə məndən o məsləhətlər etdi. Onun qarşısı alındı. Ancaq sonra bir neçə il Ermənistan çalışırdı ki, Azərbaycanın Ermənistan olan sərhəd rayonlarında bəzi torpaqları öz torpaqları kimi əllərinə keçirsinlər. Və bununla mən bir daha onu qeyd etmək istəyirəm ki, o devr ağır devr olub, çətin devr olub və Vəli Axundov bütün imkanlarını istifadə edərək Azərbaycana layiqli rəhbərlik edibdir. Qaynaması gələcəkdə siz də bunları biləcəksiniz. Baxır həsrətlə geri dönürəm mən ilk görüşdən. Çınar yarpağı nəğmə dedi küləklər, dinli qızın dodağı bir döyündü ürəklər. Gəldi ömrümün gənclik illəri, ah nə şadam mən. Baxır həsrətlə geri dönürəm mən.
Çətinliklərə baxmayaraq, o dövr çox gözəl bir zamanə idi. Ona mülayimləşmə dövrü deyirlər, Rusça ottipil kimi. Ayrıldığı vaxtı çox az olub. Amma digər tərəfdən isə atam özü bir nümunə idi. Onun insanlarla münasibəti, onun işləri, əməlləri bizim üçün çox gözəl bir örnək. Gəzintiyə çıxırdılar. Evimiz bulvara çox yaxın idi və demək olar ki, işdən qayıdandan sonra atam anamı götürüb bulvara çıxırdı. Elə onda da indiki kimi Bakılıların sevimli gəzinti yeri idi bulvar və insanlar atama yaxınlaşırdılar. Vaxt olurdu, ərizə də verirdilər, məktublar da verirdilər, şikayətlə də ona müraciət edirdilər və anam zarafatçı deyərdi, indi də gedirik 69-cu ildə, yəni yanvar-fevral aylarında atamın səhhəti gərgin sürətdə pisləşmişdi. O Moskvada mərkəzi klinikada yatırdı və demək olar ki, 3-cü dəfə Brejnevə müraciət etmişdi istefa ilə əlaqədar. Brejnev atamın yanına Xarici İşlər Nazirinin birinci müavinini Vasil Vasiliç Kuznesovu göndərmişdi. Və Kuznetsovun təklifi ondan ibarət idi ki, ömrünün son 14 ilini atam virusologiya, mikrobiologiya və gigiyena institutuna rəhbərlik etdi. Mübaliğəsiz deyə bilərəm ki, bu institut üçün intibah vaxtı idi. Həm elmi işlərin mövzu dairəsi genişləndi, həm xarici ölkələrlə və Sovet İttifaqının aparıcı mərkəzləri ilə əlaqələr fəallaşdı, həm gənc kadrların önündə yeni imkanlar açıldı. Elə həmin vaxtda institutda hesablama mərkəzi, müasir dillə desək, kompüter mərkəzi açıldı və ingilis dili kursları təşkil olundu. Bu da azmış kimi atam bu yaşında ingilis dili öyrənməyə başladı və öyrəndi də. Mülayim təbiətli atam bu səfər bizi eşitmək istəmədi. Dedi ki, hökmən məni evə aparın. Bugünü evdə olmaq istəyirəm. Təbii ki, onun sözündən çıxa bilməzdik. Apardıq onu evə. Elə bil ki, bir neçə saatlıq vəziyyəti düzəldi. Amma gecə yenə də kəskin sürətdə səhhəti pisləşmişdi. Və səhərə yaxın atam vəfat etdi. Avqustun 22-si idi. Həmin avqustun 22-sində 5 il əvvəl anam rəhmətə getmişdi. Bəzən mənə elə gəlir ki, atam özü bu nöqtəni qoymuşdu. Yəni, özü istəyirdi, məhz bugün dünyadan köçsün, anama qovuşsun. Qara bulutlardan qopan damcılar, qara xallar səpir məyus şəklinə, bəlkə də əbədiyyət bizimlə ağlar, onda gecikmişdi yen dəfninə. Geçən il avqustun yandıran odum, göyün göz yaşların bəxş etdi bizə, sənsiz keçən bu il səninlə doğum. Mən bugün buraya nitqimin əvvəlində dedim, çox dərin hisslərlə gəlmişəm. Çünki Vəli Axundov kimi bir insanla mən bir yerdə işləmişəm və onu uzun illər tanımışam və eyni zamanda bir Azərbaycanın vətəndaşı kimi 10 il onun Azərbaycana rəhbərlik etdiyini
çox qiymətli hesab edirəm. Mən sizin hamınızı bugünkü bu yubiley münasibəti ilə təbrik edirəm. Ümidvaram ki, Vəli Axundovun xatirəsi bizim hamımızın qəlbində yaşayacaq. Ata-babalarımız yaxşı biz yaşayıb gediblər. Siz onların varislərisiniz.